18 manat, hardasa 60 manatdır. İçində 20 dənədir. Nə yazır? Tibetdə böyüklərindən deyəsən. Hardasa bu 100 qramında 18 qram protein. Ona biraz bahadır, 60 manat bir kilosu. Buna deyəsən başqa ölçəndir. Burada grillər var. Hocam, bura indi donuz əti bölməsidir. Donuz ətləri ucuzdur. Kilosu 5 manatdır. 5 manatdır, 5 euro. Donuz ətinin kilosu 5 eurodur. Bax, məsələn, diri toyuq var. Baxılan səsləri 100% çox gəlir. Sopan. O nə qədərdir? Bir dənə toyuq 14 manatdır. 14 manat, 7 euro. Orada 7 euro idi. Ama 5 euroluğu da var. Mesela firma ithal olmağı ilə bağlıdır. Sonra fileler 700 gramdır. Kilosu neçədir? Hər türlü qiymət var. 78 krona da var. Ama yok, bu 600 gramlıqdır. Bu 600. Kilosu 130-125. Toyuğun kilosu 13 euro gəlir, 26 manat. Biz toyuq əti şeyə baxmış bahadır. Onu da araşdırdım. Toyuq ətinin bahalı olmağının səbəbi də beynəndir. İşçilərə falan çoxlu maaş verirlər axı. Burada işləyənlərədir, onu nə bilim, toyuğu yetişdirməyə xərclərdir falan. Azərbaycana baxmış. Burada daha baha başa gəlirdi qiymətlər. Amma ona uyğun da gəlirlər var. Salam, buna 2 manatdır. Bu da 2 manatdır. Bu 2 manatdır. 1 euro. Hardasa 1 euro. Ortalama deyirəm qiymətləri. Hardasa 1 euro. Nə yaxşıdır? Yaxşıdır. Azərbaycanda kimsə məsəl üçün qarşılaşdırır. İndi endirimdədir. Amma balaca paketdir də bu. 27 kron. 27 kronda hardasa 5 manat necədir falan edir. Yazıb baxmışlar, sizə İsveç bunu. Burada belə böyle yapmışlar. Mesela bunun yağlı 25%'li ama işte ama 12%'li de var. 100 gramında 12 gram yağ olan. Burada ama sesim daha çok değil de. Cəmaatçılara baxmış. Yağlardır. Yağlar. Çox vaxtı bundan istifadə edilir. Harada istifadə edirəm yağlar. Çox vaxtı bundan alırıq. Sizin orada. Qiyməti yoxdur. Yağdır, Svenx. O endirmə düşüb. Endirmə düşüb. 500 qramı hardasa 4 manat. 5 qramı hardasa 4 manat. Görsən, endirimdədir. Nəqiş. Gəl, tərəfimə baxaq. Biz idmançılar şey elədiklərinə bağlı danışıram. O bir dənə toyuq tapdı. Çox dondurulmuş deyəsən. Çox da frozen. Çox həddindən artıq dondurulmuş. Amma halaldır. Halal yazıqdır var oldu. 30 kron deyil bu. Dondurulmuş. Dondurulmuş belədir. Şəkərlidir. Bizim bəşər maşuqurdur. Qırmızı balıq. Qırmızı balıq hardasa 400 qramı 10 manat. 400 qramı 10 manat. Şimdi kilosu 26 manat. Azərbaycanda indi bilməm neçədir. Azərbaycanda mən axırıncı falanda 30 manat idi. Kilosu 30 manat. İndi bura qızıl balıqdır. Salı yəqin asaddır ya da ki özlərini satdır. Məsələn bu lobsterın qiyməti bu da 30 manat. 14 euro, 15 euro falan. Lobster yəni deyiləm yoxsa? Yoğurt bölməsinə gəldi. Yoğurt bölməsində hardasa. O belə qəşəng kvart yoğurt da var. 124 gram protein var. O şey. Marketing olarak əlbəttə 1 kilosunda nə qədər olduğunu yazıb var. 1 kilosunda 124 gram protein var.
bunlardan Azərbaycana da gətirmək lazımdır. Azərbaycanda əsasında bunların yoxluğunu çox çəkir. 124 bu nədir? Bu set 500 euro. Digər növləri də var. Bax burada Fransız olanlardan deyil, Fransız olanlardan. Fransız saxlanın. Yəni proteini çox olan, zulalı çox olan belə yoğurtlar da var. Zulalı yoğurtlar var deməli belə. Adisa 29 qram protein var bunda. Belədir. Növlər çoxdur. Yəni belə. Sonra belə var. Bunda 20 qram var. No sugar. Low fat. Low fat yəni 2 qram, 2 qram yağ var, 20 qram protein var. Möhtəşəmdir. Bax, qiymətlər deyim zaten. Qiymətləri də çək var. Bunlar hardasa 3 manatdır. Bunlar da hardasa, bu da 3 manatdır. Buna 2 manatdır. 35 qram protein var bunda. 35 qram protein var. Deməli, bu da nadir sugar. Şəkəri az. Yox, hətta şəkərsiz, no sugar. Fat free. Şey də yoxdur, yağlığı da yoxdur. Sonra belə də var. Protein vardır. Hardasa 7 qram, 8 qram protein var burada. Amma bunun o dəfə baxdım, yağlılığı çox idi. Məsəl üçün bunu təkcə bundan götürsək, hardasa 50 qram qalır. Hardasa bir o qədər də yağ var. Yağlılığı biraz çoxdur, amma hardasa istəyir. O belə də protein pudiklər var. Bunlar da hamısı demək 3 manat, 3 manat, 3 manat, 3 manat. İndi buranın alım gücünə baxanda çox ucuzdur. Elə bir 1 manat alırsan. Möhtəşəm. Sonra məsələn işdən çıxdınız, yeməyinizi yeməmisiniz. Bax bu promoy food in bottle, yəni yedin elə bir qidağı pakvat edilmiş kimi olursan. Hardasa bu 500 mg-dır. Bunun özü 500 kaloridir. Təkcə bu 500 kaloridir və şəkər əlavəsi çoxdur. Şəkər əlavəsi çoxdur. Amma şeydən gələn şəkərdir, meyvədən gələn, yəni fruktoza şəkəridir. Qiymət də 5 manat. Qiymət, yox 5 manat deyil. 5 manat. 5 manat. Burada da belə milyon nə yox. Tələbələrim bunlardan uzaq durursunuz. 5 euro. Tələbələrin gözündən iraq. Bunlardan uzaq durursunuz. Gözü deyən baxım, mənim Meksikanı mənim ən sevdiyim pizzalardan biridir. Adresi çıxdı 4 manat. Bu poştes dondurulmuş pizza yeməmişəm. 4 manat. Demək porsiyonunda, yəni bu nə qədər 350 qram, 2 post. İşte protein miqdarı yağ miqdarı ilə eynidir. Yəni yaxşıdır. İşte pozmaq istəsəz, yəni tozu peşman olmayacağımız pizzalardandır. Dondurulmuş hər şey var da, yəni kartofkanın dondurulmuşu. Heç kim şeydir, evdə yemək eləmirdi ya, məsələn lazanyalardır. Hamısı 5 manat. Kebab. Marketdə əslində çox ucuzdur. Yəni alım gücünə baxmış, marketdə çox ucuzdur. Marketdə ucuz olmur. Bir də qidalar amma gəlirsən restoranda biraz bahadır. Restoranda Çox bahadır. Dönər yemək istəsən 2 nəfər. Oradasa 50 manat pul xərcləməlisən yəni oradan çıxanda. Yəni Azərbaycan pulu ilə xərcləsən 50 manat verməlisən. Bura indi bax endirim zonasıdır. Demək hər şey endirimdədir. Hər şey məsələn kofe. Belə kofe neçədir? 2 manat ilə qarşılaşır. Məsələn alır bundan. Elə bunu da haradasa yazmış olur bir kənara. Məsələn alırsın, nadir sugarlar var da, şeydə Azərbaycanda da var. Deyək ki, limitsiz yeyə bilərəm. Nə götürür yeyəsən, bu 100 qramında 37 qram şəkər var. Götürür bundan 2 dənə yeyir. 2 dənə yeyir, hardasa demək olar ki, gündəlik qəbul eləməsi, yəni bədəndə olan yağ dəyərlərini ondan almış olur. Əlavə olaraq da dedim. Snickers. Əziz valideynlər, deməli, uşaqlarınıza kreatinlə bağlı deməyin, yəni kreatin də belə şey içərlər, toz formasında. Kreatin, baxın, kreatin monohidrat. Yəni, hətta bu valideynlərinizə də göstərə bilərsiniz.
Çünki evdə qoymuyor kreatin. Adi marketdə satılır. Yəni adi marketdə bax kreatindir. Sonra whey proteindir. Milyonlardır, nə bilim, protein ballardır. Baxın 15 qram var, nə bilim, nə var. Yəni adi kreatin satırlar. Kreatin qiyməti 56 krondur. Hardasa nə qədər edir? 10 manat. 10 manat edir bu. 200 qram kreatin satırlar 10 manat. Sonra nə bilim, barlar da Mamas görüyorsa. 16 qram bardır. Nə bilim, balıq yağlardır və digər. Məsələn, videomu burada yekunlaşdırıram. Başqa ağlıma video gəlsə İsveçli çəkəcəm. Özünüzdən mübarək olun.